Qazaxda bir əsrlik yaşı olan xəstəxananın həyətində 2 məzar aşkarlanıb. Söhbət 100 il bundan əvvəl şəhərin Heydər Əliyev prospektində inşa olunan Qazax rayon mərkəzi xəstəxanasının köhnə binasından gedir. Xeyriyyətçi Baba Babayevin şəxsi vəsaiti hesabına inşa etdirdiyi bina ilə bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb. Gəlin bərabər izləyək. 100 il keçməsinə baxmayaraq bu xəstəxana dövrünün ən böyük xəstəxanası olub. Qərb regionunda ən böyük xəstəxana Qazax xəstəxanası idi. Amma bu xəstəxana bu əraziyə elə həmin Sovet dövründə baş həkim kimi göndərilən Baba Babayevin şəxsi vəsaiti ilə inşa edilib. İndi xarabalığı xatırladan bu ərazidə 2 həkimin məzarı var. Qəbirlərdən biri vaxtı ilə burada baş həkim kimi çalışan Yəhudi əsilli Sopova, digərini Akstafa rayonunun Dağkəsəmən kəndində olan və eyni vəzifəni daşıyan Baba Babayeva məxsusdur. Sopovun yaxınları haqda bugünə kimi heç bir məlumat əldə olunmayıb. Baba Babayevin nəvəsi həkim Samirə Babayeva bildirir ki, ulu babası o zamanın imkanlı mühəndislərindən olub. Xaricdə tibb təhsili alıb ölkəmizə qayıdan Baba Babayev də atasının imkanlarından istifadə edərək baş həkim təyin olunduğu xəstəxana üçün yeni bina tikdirmək qərarına gəlir. Bəy nəslindən olub, atası mühəndis olub, adlı sanlı mühəndis olub, yəni körpülər, dəmir yolu inşa edən bir mühəndis olub və maddi durum yol verib. O öz vəsaiti hesabına tikib o vaxtki xəstəxananı və bölgədəki yeganə xəstəxananı inşa edibdir. Sonralar isə onların ruhuna ehtiram əlaməti olaraq həm Baba Babayev, həm də Sopov burada dəfn olunublar. İndi səhiyyə sayəsində xidmət göstərən həkimlər də onların məzarlarının tarixi abidə kimi qorunub saxlanılmasını istəyir. Bunların zəhməti sayəsində bu xəstəxana başa gəlib və hətta yerli əhali buranın daşlarını arabalarla daşıyıblar, təmənnasız daşıyıblar, xəstəxana tikilib. Tarixə qovuşub artıq, bəli, 2 dənə bunların məzarları qalıbdır, o qurucuların. Hətta mən deyərdim ki, qırağı bir hasarlansa daha yaxşı olar. Hamı da qoy tanıyardı, biraz da ətraflı məlumat lövhəsi yazıb qoymaq olar ora ki, bunlar kim olublar. İstəyərik ki, o unudulmayan bir xatirə olsun. Düzdür, hal-hazırda orada doğum evi yoxdur, gediş-gəliş tamamilə kəsilibdir, artıq unudulmuş kimi. Ya tarixi bir abidə yerinə çevrilsin, daha yaxşı olar, ya nə bilim, insanların daha çox xatırlayacaq bir yerə mi köçürülsün. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən bildirildi ki, sözü gedən məzarlar xidmətin qeydiyyatında olmadığı üçün onun qorunmasını da həmin qurum həyata keçirmir. Əvvəllər doğum evi kimi fəaliyyət göstərmiş xəstəxananın ərazisi müvəqqəti olaraq Qazax Tovuz Regional Təhsil İdarəsinin balansına verilib. Hazırda həmin ərazinin istifadəsi istiqamətində yekun qərar hələ verilməyib. Vasif Vaqifoğlu, Diana Cəlalli, Rəşad Əli İskəndərov, Spice xəbər, Qazax.